Ölü barmaq sindromu nədir? Bu xəstəliyin əsl adı, elmi adı Raynaud xəstəliyidir və yaxud da ki, Raynaud sindromudur. Nə olur bu xəstəlikdə? Müəyyən bir səbəbdən, yəni angiotrofa nevroz olduğuna görə damara gələn sinirlər damarın kəskin spazmına, sıxılmasına səbəb olur və bu da son nəticədə barmaqların rənginin dəyişməsinə, onun ağarmasına və hətta hissiyatın azalmasına, ona görə də belə bir sindroma gətirib çıxarır. Burada nədən gedir söhbət? Barmağa gələn qanın kəskin azalması təbii ki, barmaqda işemiya yaradır. Xüsusilə bu ən çox yuxarı ətraflarda, əllərdə olur, əri barmaqlarında olur və ağrılar dözülməz bəzən həddə çatır. Və bunun ən tipik halı isə bizim bir çox xəstələrimizin göstərdiyi kimi əllərini soyuq suya saldıqda və ya da soyuq havanın təsirindən o saat bu spazm baş verir. Bəzən isə stresslərlə bu bağlı olur. Ona görə də bu xəstəliklə əlaqədar olaraq vaxtında damar cərrahlarına müraciət etməniz və onun səbəbini araşdırmaq lazımdır. Müayinədən sonra bu və ya digər tədbirlər görmək olar ki, bu xəstəlik inkişaf edib gələcəkdə barmaqların qangrenasına gətirib çıxarmasın. Diqqətinizə görə təşəkkür edirəm.